Salam, vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 8-ci sinif dərsindəki 184 və 185-ci səhifələrdəki misalların həllərinə baxacağıq, ümumiləşdirici tapşırıqlara. Birinci sualdan başlayalım uşaqlar. Birinci sualda bizə deyir ki, avtomobili kirayə verən A şirkəti kirayə haqqı olaraq gündəlik 4 manat və hər kilometr üçün 0,25 manat 4 kilometrdə alır. Bir də 0,25 vurulsun x deyəcəm buna. Hər də getdiyi yola görə x manat alır da hər kilometrə görə. B şirkəti isə də 25 manat alır əvvəlcədən. 25 alır. Və deyir hər kilometrədə 0,15 vurulsun x. Bu da belə edir. Gündə neçə kilometr yol qət edən müştəri üçün A şirkətinin təklifi B şirkətinin təklifindən sərfəli olar deyirsə, daha kiçik olar deyək də, bu şəkildə edə bilərik. Onda biz burada məhsulları bir tərəfə yığsaq, bu şəkildə olar. Kiçikdir 25 çıxılsın 4 olacaq bunlar. Çıxdığımız zaman 0,10 x, kiçikdir burada 21 olacaq. Buradan x-i tapmaq istəsək, hər tərəfini məsələn biz nəyə vura bilərik? Burada hər tərəfini 100-ə vursaq 2100 olacaq bu. 2100 bölünsün 10 olacaq. Kiçikdir burada. X da kiçikdir. Bununla bu cavabımız nədir? 210. Deməli bu x 210 kilometr yol getməlidir ki, daha sərfəli olsun. Burada da baxın bizə qeyd olunubdur. Şərti də burada yazıblar özləri nümunə əsasında. İkinci suala baxalım. Bizə görə baxın nə deyir bu ikinci sualda. Deyir ki, şirkət yeni printer almaq planlaşdırır. A printerinin qiyməti 85 manatdır. 85. Hər nüsxənin çapı üçün isə əlavə də 0,5 vurulsun x-dir. Digərində isə 215 üstə gəlinsin 0,1 vurulsun x-dir. Və deyir ki, bizə hansı şərtlər daxilində B, bu A-dır, bu B-dir. B printer daha sərfəli olar. Təbii ki, sərfəli deyilsə bu böyük olmalıdır. İndi biz bunları bu tərəfə keçirsək 0,5 x çıxılsın 0,1 x böyükdür. 215 çıxılsın 85 şəklində olacaq. Burada 0,4 x böyükdür. Bura 0, bura 3, 130 olacaq. Hər tərəfini 100-ə vursaq bu şəkildə bölünsün 4 olacaq. X də bərabərdir. Bunu vursaq 650. 650-ni də 2-yə bölsək, neysə belə böləyim, bölünsün 4, 13-də 3 dəfə, 12, 1, 10-da 2 dəfə düşəcək, 8, 2, 25-də 5, əla 325-dən nə olmalıdır? Böyük olmalıdır. Belə. Sonra gəldik biz 3-cü suala. Deyir ki, burada tibbi ekspertiziya mütəxəssisləri insanın sümüklərinin ölçülərinə görə onun boyunu təxmin edə bilirlər. Bir gənc qızın boyunun femur, yəni but sümüyünün uzunluğuna görə belə bir düsturumuz var. Digərində isə oğlanların boyunun deyir radiusuna, bura mil sümüyünün uzunluğuna görə isə bu bərabərliyi var. İndi bizə A variantında deyir ki, A variantında belə bir düsturla f-nı yeni nə yazmalıyıq? Bunu yazıb hesablamamız lazım. Yəni h çıxılsın. Bu mötərizəni açacağım. Elə də yazma olar. Yəni 2,47 vurulsun 30,25 üstə gəlsin 54,10 bu da kiçikdir bərabər 3,72 şəklini alacaq. İndi biz gəlin bu vurma əməlini falan kalkulatordan hesablayalım uşaqlar. Vaxtımız çox getməsin. Belə böyük ədədlərdir bunlar. Belə. Belə baxaq görək. Yazacaq ki, buradan h çıxılsın. Bunları hesablasaq 2,47 vurulsun 30,25 74 tam elədi. Bunun üstünə gəlməliyik. Üzərinə gəlməliyik 54,1. Nəsə belə bir ədəd alındı da. Bizə alındı ki, 128,1000-də çox uzun bir ədəd alındı. Neysə daha. İnşallah ki, mən səhv etmədim. Bir daha baxım. Səhv edə bilərik də 2,47 2,47 də vurulsun 30,25 30,25
Aha. Üzerine gelinsin. 54,1. Bu şekilde bir adet alındı bizdə. Kiçik bərabərdir. Təbii ki biz modul bərabərliyi varsa nə etməliyik? 1 olduğu kimi götürməliyik. 1 olduğu kimi çıxılsın 128,8. Bu şekilde kiçikdir. Bunu yazmalıyıq. Şimdi bunu bu tərəfə keçirməliyəm. H kiçikdir bərabər 3,72. Üstə gəlinsin 128 tam bu ədəd olacaq. 8735 bunun üzərinə 3,72-ni əlavə eləsək, onda olacaq burada H kiçikdir bərabərdir 132 tam 5375 oldu. Bir də bu misalda baxın uşaqlar, burada bu misalı necə götürməliyəm mən? Götürməliyəm ki, bu ifadəni yazmalıyım böyükdür. Yəni H çıxılsın 128 tam 8005 böyükdür bərabər -3 tam. Bu şekilde olmalıdır. İndi biz bunu hesablasaq, tabii modul açmağı modulsuz yazırıq da. Bu da H böyükdür bərabər -3 tam. Üstə gəlinsin olacaq. Üstə gəlinsin 128 tam 8075. Bunu da indi hesablasaq. 128 tam 8075 çıxılsın 3 tam 72. Bu da elədi cavabımız. H da böyükdür 125 tam. Bu şekilde, yani bir sözlə 125 santimetrdən böyük olmalıdır, 132 santimetrdən kiçik. Yəni təxmini dedim, bu böyük ədədləri bir də oxumadım uşaqlar, yəni bu şəkildə olmalıdır. Digər məsəl radiusa görə bunu hesablasa yenə eyni qaydadadır uşaqlar. Baxın, B variantını hesablamıram. Çox vaxt tapılan bir sualdır bu. Ümid edirəm ki, bunu başa düşdüydük. Yəni özünüz yaza bilərsiniz. 4-cü suala baxalım. 4-cü suala deyək ki, temperatur Fahrenheit ölçü vahidi ilə Celsius vahidi arasında əlaqə bu şəkildədir. Biz bunu artıq 7-ci sinifdən bilirdik. Üstə gəlsin 32 olmalıdır. Bizə deyək ki, temperatur gün ərzində bizim bu Fahrenheitimiz 65-dən 115-ə qədər dəyişmişsə, yəni 65 və 115 şəklində olub. İndi biz burada bu Fahrenheitin yeni nə yazmalıyıq? 5'te 9 vurulsun C üstə gəlsin 32 115 ve bu şekilde olmalıdır değil mi? Bu Fahrenheitin yeni bunu yazmalıyım da. Birinci hər tərəfindən 32 çıxsaq 32'ni çıxırıq. Buradan 32 çıxdığımız zaman bunu 32 çıxsa 3 33 kiçikdir bərabərdir 5'te 9 C kiçikdir bərabərdir burada 3 83 şəklini alacaq. Sonra hər tərəfini nəyə vurmalıyıq? 5'ə vurmalıyıq. Buranı da 5'ə vursaq 5 165 kiçikdir bərabər 9 -dan, o da kiçikdir bərabərdir 5 41. Sonra da hər tərəfini biz nə etməliyik? Təbii ki 9'a bölməliyik. Nəsə bu tam bölünürmü 9'a? Bölünməyəcək. Bu olsun 9'da 165 kiçikdir Celsius. O da kiçikdir 9'da 415. Yəni bizim Celsius'ini bölsək uşaqlar bunu təxminən bir dəfə neçə düşər? 9 və 7 75'də 8 dəfə 18 təxmini yazıram. 18 dərəcə ilə burada da bölsək 4 dəfə düşər. 65'də də məsələn 7 47 tam neçəsə bu şəkildə olacaq. Yəni bunu dəqiq siz bölüb baxa bilərsiniz. Yəni əsas odur ki, bu kəsr halında yazdıq. Keçdik 5-ci suala. Bərabərsizliğini həll edin deyir. Biz artıq bunları həll etməyi bilirik də uşaqlar. Məncə burada problem bir şey yoxdur. 5-ci sualda baxın, birinci olduğu kimi kiçikdir. X kiçikdir 5'dən. Bir də x minus 3 böyükdür -3'dən. 2'dən. X da böyükdür 1 olacaq. Yəni baxın heç ədəd oxuna ehtiyac yoxdur. Kiçikdirsə nə olmalıdır? Kəsişmək kiçiyindən böyüyünə doğru. Bax 1'dən 5'ə qədər. Yəni kiçikdirsə həmişə kəsişəcək. Kiçikdən böyüyə doğru gedəcək. Ədəd oxunu çəkməyə ehtiyac bile yoxdur. X üstə gəl 1 kiçikdir 5'dən. X kiçikdir 4 olacaq. X üstə gəlsin 1 böyükdür -5'dən. X da böyükdür -6'dan olacaq. Yəni -6'dan böyük 4'dən kiçik. -6 4 aralığında. Bu şəkildə baxa bilərik. C variantında Y çıxılsın 5 kiçikdir bərabərdir 1. Y kiçikdir bərabərdir 6'dan. Y çıxılsın 5 böyükdür bərabər -1'dən. Y da böyükdür bərabər 4'dən. Yəni kvadrat mötərizədə 4'dən 6'ya kimi olacaq. Sonra gəldik D variantına baxırıq.
D variantında 2x minus 3 kiçikdir bərabər 7-dən, 2x kiçikdir bərabər 10-dan, x də kiçikdir bərabər 5-dən. 2x minus 3 böyükdür bərabər mənfi 7-dən, 2x böyükdür bərabər mənfi 4-dən və də x də böyükdür bərabər mənfi 2-dən. İndi baxın 5-dən kiçik, mənfi 2-dən böyük. Yəni mənfi 2-dən 5-ə. Bax uşaq, həmişə kiçikdir görürüksə, kəsrdə, yəni kiçiyindən böyüyünə doğru getməlidir. Bunu unutmayalım. Yəni bu şəkildə edə bilərik. Y variantında da yenə də kiçikdirsə 7x üstə gəlsin 5 kiçikdir 16-ya, 7x kiçikdir 11, x da kiçikdir 11 bölünsün 7-yə. 7x üstə gəlsin 5 böyükdür mənfi 16-dan, 7x böyükdür mənfi 21-dən, x da böyükdür mənfi 3-dən. Yəni mənfi 3-dən 7-də 3, 7-də 11-ə kimi olacaq. F variantında 4x üstə gəlsin 1 kiçikdir 5-dən, 4x böyükdür 4-dən, x da böyükdür 1-dən. 4x üstə gəlsin 1 böyükdür mənfi 5-dən, 4x böyükdür mənfi 6-dan, x da böyükdür mənfi 6 bölünsün 4-dən, yəni x da böyükdür mənfi 1,5 şəklində olacaq. Yəni mənfi 1,5-dən hara kimi? 1-ə kimi olmalıdır. Yəni bu şəkildə baxa bilərik. Gəldik 6-cı suala. Aha, belə. 6-cı suala deyir ki, A-nın hansı qiymətlərində bərabərsin həlli yox. Təbii ki, biz nə demişdik? Əgər kiçikdir varsa sıfırdan, yəni modul ifadə sıfırdan kiçik ola bilməz. Onda mən açıq bir kiçikdir sıfırdan şərtini götürsəm, onda A kiçikdir 1-dən. Hə, 1-dən kiçik istənilən bir ədəd yazsam bura, bunun həlli yoxdur. Bəs deyib, bərabərsin həlli, elə bir ədəd yazın ki, bərabərsin həlli olsun. Məsələn, 2 yazsam olar mı? Baxın, 1-dən böyük ədəd yazsam olar. 2 yazsam bura, x minus 2 kiçikdir 1-dən. Məsələn, 2 yazdım da, 2-dən 1 çıxdım 1. X çıxsın 2 kiçikdir 1, x kiçikdir 3-dən. X minus 2 böyükdür mənfi 1-dən, x da böyükdür 1-dən. İndi burada 1-dən böyük, 3-dən kiçik 1, 3 nöqtəsi şəklində olacaq. Həmçinin burada da biz B variantında da baxsaq, x üstə gəlsin 3, kiçikdir bərabər A üstə gəlsin 1-dən. Təbii ki, A üstə gəlsin 1 kiçik 0-dan götürməliyəm. A da kiçikdir mənfi 1-dən. A mənfi 1-dən kiçik olmalıdır ki, həll olmasın. Mənfi 1-dən kiçik götürdüyüm zaman bunun həlli olmayacaq. Həlli bəs nə zaman olur? Məsələn, 0. A-nın yenə 0 yazsan həlli var. Yəni x üstə gəlsin 3, kiçikdir bərabərdir 1-dən. X üstə gəlsin 3 kiçikdir bərabər 1, x kiçikdir bərabər mənfi 2-yə, x üstə gəlsin 3 böyükdür bərabər mənfi 1, x də böyükdür bərabər mənfi 4-ə. Yəni, mənfi 4-dən böyük, mənfi 2-dən nə olmalıdır? Kiçik olmalıdır. Yəni, bu şəkildə baxmamız lazım. Gəldi 7-ci suala. 7-ci sualda bərabərsin ən böyük və ən kiçik qiymətini, yəni 3 çıxılsın 2x kiçikdir 5-dən, mənfi 2x kiçikdir 5 çıxılsın 3-dən, mənfi 2x kiçikdir 2-dən, x da böyükdür mənfi 1-dən. 3 minus 2x böyükdür mənfi 5-dən, mənfi 2x böyükdür mənfi 5 çıxılsın 3-dən, mənfi 2x böyükdür mənfi 8-dən, x da kiçikdir 4-dən. 4-dən kiçik olmalıdır, mənfi 1-dən böyük. Baxın, düz mənfi 1-dən 4-ə kimi. Bu aralıqda ən böyük və ən kiçik qiymətlər, ən kiçik 0-dır, ən kiçik 0-dır, ən böyüksə nə olacaq? 3 olacaq. Yəni, bu şəkildə baxmamız lazım. Belə. Sonra 8-ci sualda, 8-ci sual deyir ki, 3 arzu tam ədədin cəmi. Tam ədəd. Biri x-dır, biri x plus 1-dir. X üstə gəlsin 2-dir. Bunları toplasam 3x üstə gəlinsin 3. Bu aralıqda yerləşməlidir. 63 ilə 81. Hər tərəfindən 3 çıxırıq. 3 çıxdıq hər tərəfindən 60. 3x o da kiçikdir 80. Yox 80 yox. 78. Hər tərəfindən nə etməliyəm? 3-ə bölməliyəm. Bura 20 kiçikdir x o da kiçikdir 2, 6, 26 şəklində. Deyək ki, bu şərt ödəyən ədədlər çoxluğunu qeyd edin. Təbii ki, 20-dən 26-ya bu şəkildə yaza bilərik. Allah. Sonra gəldik biz nəyə? Gəldik 9-cu suala. 9-cu sualda isə düzbucaqlı formalarında olan vərəqin uzunluğu enindən 2 dəfə
Eni x'dir, uzunluğu isə 2x'dir. Deyir ki, hər iki tərəfdən 1 sm kəsilib. X-dan da biri çıxıram, 2x-dan da biri çıxıram. Və deyir ki, bunun perimetri necə 2 vurulsun bunların cəmi. 2x minus 1 kiçikdir, bərabərdir, ən çox 1 ola bilər. Baxın bu şəkildə. İndi buradan 2 vurulsun, 3x çıxılsın 2, kiçikdir bərabər 1-ə, 6x çıxılsın 4, kiçikdir bərabərdir 1-ə, 6x kiçikdir bərabərdir 5, x da kiçikdir bərabərdir 5 bölünsün 6-dan. Yəni 5 bölü 6-dan nə olmalıdır? Kiçik ona bərabər olmalıdır. Ən böyük ölçüsünü tapın. Kəsilmiş duracağın ən böyük ölçüsünü tapın. Ən böyük ölçüsü 6'da 5 olacaq. Belə. Keçdik 10-cu suala. Nə deyir bizə onda? Deyir ki, həlli boş çoxluq olmayan bərabərslərin həlli 59 üzərində təsvir et deyir. Məsələn, buradan baxsaq, birinci suala baxaq. 2x üstəgəlsin 3 böyükdür 1-dən. Burada 2x böyükdür 1 çıxılsın 3-dən. 2x böyükdür mənfi 2-dən. X da böyükdür mənfi 1-dən. Mənfi 1-dən böyük. Bura olsun mənfi 1 və ondan böyüklər olmalıdır. İkinci suala baxsaq. 5x çıxılsın 9 böyük bərabər 6-ya. 5x böyük bərabər 15. X da böyük bərabər 3-dən. Hani 3-dən nə olmalıdır? Böyük olmalıdır. Belə. Buna baxsa 3-cü suala. Nə oldu buradan? 12 çıxılsın x kiçikdir bərabər 9-dan. Mənfi x birinci olduğu kimi mənfi kiçikdir bərabər 9 çıxılsın 12-dən. Mənfi x kiçikdir bərabərdir. Mənfi 3-dən x da böyük bərabərdir 3-dən. 12 çıxılsın x böyükdür bərabər mənfi 9 yazmalıyam. Mənfi x böyükdür bərabər mənfi 9 çıxılsın 12-dən. Mənfi x böyük bərabər mənfi 21-dən. X da kiçikdir 21-dən. İndi bura kiçikdir olduğuna görə kəsişmə olmalıdır. Bax, 21-dən kiçik 3-dən böyük. Yəni 3-dən hara kimi? 21-ə kimi. Yəni bu şəkildə qeyd edə bilərik. Bu ədəd oxunda da təsvir eləsək, baxın bu şəkildə kəsişmə olmalıdır. Bu suala baxsa 4-cü sualda bunu bu tərəfə keçirsək 4-də 2t böyükdür bərabərdir 6-dan. T də böyükdür bərabər 3-dən. Yəni bura t-dir. T də böyükdür bərabər nədən? 3-dən olmalıdır. Bu şəkildə olmalıdır. 5-ci suala baxsaq 5t kiçikdir 6 üstəgəlsin 4-dən. 5t kiçikdir 10-dan. T də böyükdür 2-dən olacaq. Yəni bura 2-dirsə 2-dən nə olmalıdır? Kiçiyi üzr sayın kiçik olacaq. Bu şəkildə qeyd etməmiz lazım. 6-cı suala baxsaq, 6-cı sualda 10 çıxılsın x böyük bərabər 16 çıxılsın böyük bərabər 10-dan. Bura mənfi x böyük bərabər 10 çıxılsın 16-dan. Mənfi x böyük bərabər mənfi 6-dan. X da kiçikdir bərabər 6-dan. Və yaxud da 16 çıxılsın x kiçikdir bərabər mənfi 10-dan. Mənfi x kiçikdir bərabər mənfi 10 çıxılsın 16-dan. Mənfi 10 x kiçikdir bərabər mənfi 16-dan. X da böyükdür bərabərdir 16-dan. Yəni 16-dan böyük olma. Burada böyükdürsə artıq birləşmə. Ədəd oxunda baxsa bu 16-dan keçdi böyükləri getməlidir və 6-dan nələri keçməlidir? Kiçiklərinə baxmamız lazım. Bu şəkildə baxmalıyıq. Sonra gəldik bu suallara. Burada da artıq 2 qat bərabərsizliklərdir. Biz burada məsələn hər tərəfindən birinci 1 çıxarıq. Çıxdım buradan da 1-i çıxıram, buradan da və buradan da. Bu elədir. Neçənci sual idi bu? 7-ci suala baxsaq. 7-ci sualda mənfi 6 kiçikdir mənfi 2x, bu da kiçikdir 2-dən. Hər tərəfini mənfi 2-yə bölsək, mənfi 2-yə burada əksinə dəyişir. Bu 3 böyükdür x-dan, o da böyükdür mənfi 1 şərtini alacaq. Yəni bu şəkildə olmalıdır. Sonra gəldik, baxın burada. Gəldik 8-ci suala. 8-ci sualda da birinci hər tərəfindən 5 çıxmalıyım. Təbii ki, buradan da 5, buradan da 5 və buradan da 5. Çıxan da bura 11, mənfi 11 kiçikdir bərabər mənfi 3m. O da kiçikdir bərabər 2-dən. Hər tərəfini mənfi 3-ə bölsək, mənfi 3-ə. Nə oldu buradan? 11 bölü 3 böyükdür m-dən. O da böyükdür mənfi 3-də 2-dən. Yəni bu şəkildə olmalıdır. Sonra hər tərəfindən burada 9-cu sualda hər tərəfindən 2 çıxıram. Buradan 2, buradan 2 çıxsam. Mənfi 5 kiçikdir. Mənfi 2-də d kiçikdir bərabərdir. Mənfi 3-ə. Hər tərəfini 2-yə vururam indi uşaqlar.
2'ye vurduq. Bura 10, mənfi 10 kiçikdir mənfi D. O da kiçikdir bərabər mənfi 6'ya. Və hər tərəfini də neynəməm? Mənfi 1'ə vurmalıyam. Vurduğum zaman 10 böyükdür D-dən. O da böyükdür bərabər 6'dan. Bu şəkildə olmalıdır. Yəni D 10 ilə 6 arasında yerləşəcək. Aha. Gəldik 11-ci suala. Deyir bizə 11-ci sualda metro xəttinin uzunluğu 9 km-dir. Qatar ilk və son stansiyalar arasında 6 stansiyanın hər birində eyni müddət dayanır və dayanmalarla birlikdə bu məsafə ən çox 20 dəqiqə qət edir. Qatarın stansiya arasındakı orta sürəti saatda 36'dır. Hər stansiyada nə qədər vaxt dayanmışdır deyir. Normalda bunun məsələn getdiyi yola baxaq da. Mən burada uzunluq 9'dur və 36 ilə gedir. Onu mən 9'u 36'ya bölüb üzərinə o digər zamanla, bu zamandır da böyle değil mi? Yəni gedilən yolu nəyə böldüm? Sürətə böldüm. Bu zamandır. Sonra deyir ki, müəyyən qədərdə hər 6 dənə stansiyada da müəyyən qədər dayanıb. Bir T zamanı dayanıb. Və deyir ki, ən çox 20 dəqiqə ola bilər. 20 dəqiqəni də bizi nəyə çevirməli? Burada saatla daxı bunlar saatlı kilometrdirsə, mən bunu 60'da 20 yazmam lazım. Yəni, bunları ixtisar eləsəm, bura 4'də 1, 6T üstü kiçikdir bərabərdir 3'də 1-nə. Yəni, bu hər tərəfini 4'ə də vura bilərsiniz. Sizə necə rahatdırsa, məsələn, bunu bu tərəfə də keçirib həll eləmək olar. Gəlin bu dəfə bunu bu tərəfə keçirəyim. 3'də 1 çıxılsın 4'də 1 olacaq. 6T kiçikdir bərabərdir. Bura 12'də 1 olacaq. Elə deyilmi? Aha, nə oldu burada? Hər tərəfini 6'ya bölsək, T kiçikdir bərabər 6'ya bölsəm, bu vurma kimi gələcək 1 bölünsün 72 olacaq. Bu da ən çox 1 bölü 72 nədir bu? Saat ola bilər. Bizdən dəqiqə soruşduğuna görə bunu neyinə? 60'a vurmalıyam da. 60'a vurduğum zaman bunları ixtisar eləsəm neçəyə qədər ixtisar edir? 12'yə bölünər mən ikisi. Bura 6, bura 5. Bu elədi 6'da 5 nə? Dəqiqə. Bu şəkildə olmalıdır. Sonra gəldik biz nəyə? Gəldik 12-ci suala. 12-ci sualda da bizə deyir ki, ədəd oxu üzərində təsvir edilir. Uzun bərabərlikdə yazın. -5-dən kiçik, 8-dən böyük. Qəşəng. Baxın uşaqlar. -5-dən nə olmalıdır? Böyük, kiçik olsun. Getdi belə. 8-dən isə böyük olmalıdır. Allah bax, x kiçikdir -5'dən, x böyükdür 8'dən olacaq. Sonra ikinci sualda 3'dən böyük 8'dən kiçik. Bu daha şeydir. Baxın 3'dən böyük olsun. 8'dən isə nə olsun? Kiçik olsun. Yəni bu şəkildə baxmamız lazım. 13 tipindəki suallarda isə biz bilirdik ki, dəyişənin nə zaman mənası var? Kökün altındakı ifadənin müsbət olduğu zaman mənası olurdu. Ona da baxsaq, onda biz A variantında, 13'ün A variantında 12 çıxılsın 3x böyükdür bərabərdir 0 yazmalıyam. -3x böyük bərabərdir 0 çıxılsın 12'dən. -3x böyük bərabər -12'dən. X kiçikdir bərabərdir 4'dən. Yəni 4'dən kiçik bütün ədədlərdə bu bərabərsinin həlli var. B variantına baxsaq, 2x üstə gəlsin 15 böyükdür bərabər 0'dan. 2x böyükdür bərabərdir -15'dən. X da böyükdür bərabərdir -7,5'dən böyük olduğu zaman mənası olacaq. Bu şəkildə baxmamız lazım. İndi C variantında təbii ki mən bu ifadəyə baxacağım. Bu 1'dən böyük ədəddir. 1'dən bunu çıxanda bura mənfi eləyəcək. Bu mənfini nəyə vursam bura müsbət olmalıdır. Kökün altı müsbət olmalıdır. Onda mən bu ədədi mənfi götürməyəm ki, mənfi ilə mənfini bir-birinə vuranda nə olsun? 0'dan böyük alınsın. Bundan x da kiçikdir yazmalıyam. Hətta kiçik bərabər də yaza bilərəm. Kiçikdir bərabər burada 6'dan kiçik ədədlər olmalıdır hökmən. Sonra gəldi və burada da eyni qaydadır. 3 daha böyükdür. Bura müsbətdirsə, burada müsbət olmalıdır. Onda mən D variantında 8 çıxılsın x böyükdür bərabər 0'dan. -x böyük bərabər -8'dən. X da kiçikdir bərabərdir 8'dən olacaq. Aha, bu şəkildə olmalıdır. İndi Y variantına baxsaq, Y variantında da təbii ki yenə də x minus 1 çıxılsın 2'nin böyük bərabər 0'dan götürməyəm. 2'ni bu tərəfə atsam x minus 1 böyük bərabər 2'dən. Sonra biz x minus 1 böyük bərabər 2 götürərəm. X böyük bərabər 3'dən və bir də x minus 1
kiçikdir, bərabərdir mənfi 2. Bunu da bu tərəfə atdığımız zaman x da kiçikdir, bərabər mənfi 2 üstə gəlsin 1-dən. X da kiçikdir, bərabərdir mənfi 1-dən. Mənfi 1-dən böyük olsun, 3-dən kiçik. Mənfi 1, 3 aralığı olsun. Yox, bunu səhv elədim. Üzr sayın. Böyükdürsə hökmən nə olmalıdır uşaqlar? Birləşmə mənfi 1-dən kiçikləri götürməliyəm. 3-dən də nələri götürməliyik uşaqlar? Hökmən böyükləri götürməmiz lazım. F variantında da eyni qaydadan istifadə edəcək. 3 minus x minus 1 böyükdür, bərabər 0-dan. Bunu bu tərəfə keçirsə x mənfi x minus 1 böyükdür, bərabər mənfi 3-dən. Hər tərəfini mənfiyə vursam modulda x minus 1 kiçikdir, bərabərdir 3-dən olacaq uşaqlar. Əla, onda x minus 1 kiçikdir, bərabərdir 3, x minus kiçikdir, bərabərdir 4 olacaq. Və bir də x minus 1 böyükdür, bərabər mənfi 3-dən, x da böyükdür, bərabərdir mənfi 2-dən. Mənfi 2-dən böyük olmalıdır, 4-dən də kiçik. Baxın, bu aralıqda olacaq. Belə. Bu da belə. Gəldi 14-cü suala. 14-cü sualda da bizə deyir ki, c-nin hansı qiymətlərini tənliyin 2 həqiqi kökü var. Təbii ki, diskriminant 0-dan böyük olmalıdır. Deyil mi uşaqlar? Diskriminant 0-dan böyük olsa 2 həqiqi kökü var. Hətta müxtəlif. Onda diskriminant necə tapırdıq? B kvadratı minus 4ac böyükdür 0-dan. B kvadratı mənfi 2-nin kvadratı çıxılsın 4 vur 1 vur c böyükdür 0-dan. Burada isə 4 çıxılsın 4c böyükdür 0-dan. Mənfi 4c böyükdür mənfi 4-dən. C də kiçikdir 1-dən. Deməli 1-dən kiçik olduğu zaman bunun 2 müxtəlif kökü olacaq. Hər kökü yox deyirsə nə etməliyəm? Diskriminant 0-dan kiçikdir götürməliyəm. Yəni bu ifadə var ha uşaqlar. Bu ifadəni 0-dan kiçik götürməliyəm. Bax 4 çıxılsın 4c kiçikdir 0-dan. Onda mənfi 4c kiçikdir mənfi 4-dən. Burada da c böyükdür 1-dən. C 1-dən böyük olduğu zaman isə bunun da nədir? Həlli yoxdur. Belə. Bu şəkildə olacaq. İndi gəldik biz nəyə? 15-ci suala. 15-ci suala gəldik. Baxaq görək burada necə olacaq. Deyir ki 15-ci sualda mənfi 3 ilə nə arasında? 4 arasında yerləşməlidir. Ən kiçik tam həlli mənfi 4-dür. Baxın bunun ən kiçik tam həlli mənfi 2-dir. Ən kiçik mənfi 2. Ən böyük isə nə olacaq? 3 olacaq. Var mı elə bir variantımız? Məsələn, ən böyük tam həlli 3-dür. Əla. Əla. Baxın, budur. Məsələn, ən kiçik, ən böyük tam həlli 3C variantı. 1-ə C olacaq. Sonra mənfi 3 gəldik. Yazıb ki, bura x üstə gəlsin. 1 x bərabərdir 5-dən. Hər tərəfin üstə 1 çıxsam, hər tərəfindən 1 çıxsam, mənfi 4 kiçikdir x-dan, o da kiçikdir, bərabərdir 6-dan. İndi burada 6. Əla. Belə, burada ən kiçiyimiz mənfi 3 olacaq. B variantı olacaq 2-yə. 1-ə nə dedik? C, 2-yə B olacaq. Hələ cəmdə 0 olmaz. İndi buna baxın. Burada deyik ki, 4-dən kiçik. Onu necə eləməliyəm? X kiçikdir, bərabər 4-dən. X da böyükdür, bərabər mənfi 4-dən. Bu şəkildə baxdığımız zaman da mənfi 4 ilə 4 arasında. Bunun ən kiçik qiyməti mənfi 4 olacaq. Yəni A variantı olacaq. Və bir də burada D də uyğun gəlir. Çünki bunların həllər cəmi, tam həllər cəmi də 0 olmalıdır. Yəni bu şəkildə olacaq bizim cavablarımız. Belə tip suallar düşə bilər. Diqqətli olmamız lazım uyğunluq suallarında. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.